Bakı Dövlət Universitetinin Tələbə Əmkarlar İttifaqı Komitəsinin Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim Nəsir Manquliyevin 115 illik yubileyinə həsr olunmuş Professor Nəsir Manquliyev dərslər layihəsinin açılış mərasimi keçirilib. Jurnalistika fakültəsi Tələbə Əmkarlar İttifaqı Komitəsinin sədri 4-cü kurs tələbəsi Nurlan Cəbrayılzadə tədbiri açaraq sözü qonaqlara verib. Milli Mətbuat Tarixi Kafedrasının müdiri Professor Cahangir Məmmədli bildirib ki, Nəsir Manquliyev Azərbaycanda görkəmli peşəkar jurnalistlər nəslinin müəllimi, Bakı və Baku qəzetlərinin yaradıcısı və redaktoru olub. Yeni Media və Kommunikasiya Nəzəriyyəsi Kafedrasının professoru Akif Rüstəmov ömrünü universitetin milli mətbuatımızın inkişafına, jurnalist kadrların hazırlamasını həsr etmiş Nəsir Manquliyevin Azərbaycanın ictimai mədəni mühitində çox böyük yaradıcılıq izi qoyduğunu deyib. Daha sonra çıxış edənlər BDU-nun Jurnalistika fakültəsinin dekanı Professor Vüqar Əliyev, Multimedia və Elektron Kommunikasiya Kafedrasının müdiri Professor Qulu Məhərrəmli, Yeni Media və Kommunikasiya Nəzəriyyəsi Kafedrasının müdiri Dosent Xatirə Hüseynova, Milli Mətbuat Tarixi Kafedrasının professoru Qərənfil Quliyeva Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşüb. Özündən sonra məktəb yaradan müəllimlərin ənənələrinin daim yaşayacağını bildiriblər. Sonda Nəsir İmanquliyevin həyat və yaradıcılığından bəhs edən qısa metrajlı film nümayiş etdirilib. Aysel Ağakərimova, Zahid İbrahimov, BDU Xəbər.